Akıl Baktası kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin hekayəsi doğru seçim. Bir zamanlar elm axtarışında olan insanların toplandığı müqəddəs bir təhsil ocağı var idi. Buraya uzaq diyarlardan gənclər gəlib təhsil alır, elmin dərinliklərinə yiyələnirdilər. Əzizlərim, o gənclərdən biri də bizim dostumuz Mürtəza idi. Mürtəza dərrakəsi və parlaq ağlı ilə tezliklə tələbələrin içindən seçilməyə başladı. Burada olduğu ilk vaxtlarda Mürtəzadan bir mətn yazması xahiş olundu. O, dərhal qələmi əlinə aldı və gözəl, dərin mənalı bir məqalə yazdı. Həmin günlərdə şəhərin rəhbərliyindən gəlmiş bir nəfər onun bu məqaləsini oxuyub heyran qaldı. Həmin şəxs bu gənc tələbənin itiriləcəyini düşünüb, ona yazığı gəldi və yaxınlaşıb nəsihət verməyə başladı. Oğlum, heyif deyil, sən gəlib bu hövzəyə daxil olmusan? Sənin bu cür dərin istedadın, belə bir yazıçılıq bacarığın var. Sən bu bacarıqla gələcəkdə ölkənin ən yüksək vəzifəli şəxslərindən biri ola bilərsən. Nə üçün özünü bu dar sahəyə həsr edirsən? Bu şəxs gənc Mürtəzanı dini təhsildən döndərmək üçün çox çalışdı. O, Mürtəzaya geniş imkanlar və yüksələn karyera vəd edirdi. Lakin Mürtəza razı olmadı. Çünki bilirdi ki, onun əsl məqsədi fərqli bir zirvədədir. Mürtəza heç bir vədin cazibəsinə qapılmadan öz yoluna davam etdi. Bir müddət sonra Qum şəhərinə getdi və tam 15 il orada ən dərin elmləri öyrəndi. Təhsilini bitirdikdən sonra isə həm hövzədə, həm də universitetdə alimlərə və tələbələrə dərs deyən bir ustad oldu. İllər keçdi, ustad Mürtəzanın artıq bir neçə elmi kitabı işıq üzü görmüşdü. Təsadüfən həmin dövlət xadimi bu kitablardan birini gördü. O, Mürtəzanın elminə bir daha heyran qaldı. Haraya gedirdisə, onu tərifləyir, əsərlərindən danışırdı. Bir dəfə həmin şəxs ustad Mürtəzanı görüb ona yaxınlaşdı. Siz bu ölkənin adını uzatmısınız. Sizin kimi böyük bir alim yetişdirdiyimiz üçün fəxr edirik. Lakin həmin kişinin heç yadında deyildi ki, təxminən 18 il əvvəl gənc Mürtəzadan bu təhsil yolunu tərk etməsini istəmişdi. Əzizlərim, əgər ustad Mürtəza o vaxt həmin şəxsin sözünə qulaq assaydı, uzaqbaşı bir idarə rəhbəri olardı. İndi isə insanlara xeyir verən, hər kəsin fəxr etdiyi bir alim olmuşdu. Ustad bu yolla öz qərarının necə doğru olduğunu bir daha anladı. O, taxta parçasını qızıla dəyişməmişdi. Bəli, əziz balalarım, təsəvvür edin ki, əlinizdə parlayan bir qızıl parçası var. Lakin ətrafdakı hər kəs onun sadə bir taxta parçası olduğunu söyləyir. Buna inanarsınızmı? Əlbəttə yox.
Unutmayın ki, həqiqətlər cəmaatın sözü, tənqidi və ya tərifləri ilə dəyişmir. Əgər sən gördüyün işin, seçdiyin yolun düzgünlüyünə ürəkdən inanırsansa, ətrafındakıların ümidsiz və məyus edici sözlərinə görə onu tərk etməməlisən. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.